Şəhid rəhbər Anası Əzəz Zəhra kimi təşyiə mərasimi, yəni cənazə mərasimi ilə, dəfn mərasimi ilə də necə ki Əzəz Zəhra salamullahi əleyha vəsiyyət elədi. Həzrət Zəhranın təşyiə cənazəsi, dəfni belə düşməni məğlub və məyus etdi. Əziz rəhbərimizin təşyiə cənazəsi də, onun bu milyonluq təşyiə cənazəsi, onun tədfini düşməni məğlub və məyus etdi. Üst-üstə hesablayanda nə qədər insanlar, neçə milyon insan, neçə dövlətin əhalisinin sayı qədər insan bu təşyiə cənazədə iştirak edir. Bu nəyin göstəricisidir? Mən gördüyümü istədiyim, siz də ola bilsiniz sosial şəbəkələrdə, internet vasitəsilə müşahidə ediyorsunuz. Qocalar, uşaqlar, xəstələr, invalidlər, o isti havada 40 neçə dərəcə, 50 dərəcə yaxın istilər günün altında və xaricdən gələnlər, bunların müsahibələri, bunların dediyi sözlər nədən xəbər verir? Bundan xəbər verir ki, bu kişi, bu şəxsiyyət dünya hegemonların məyus edib onları sındırdı. Dünya hegemonların, mənəmçilik eləyən insanlar, böyük qüvvələr ki, baxın, dövlət başçıları onların qoluna girir, dövlət başçıları onlara yaltaqlanır, bəhbəhlə, cəhcəhdən onlara belə qul olurlar. Bu kişidə də yox.